Salam uşaqlar, bugün fizika sınaqlar toplusundan sınaq 2-nin izahına baxacağıq. Birinci sualdan başlayaq. Yenə sürətli və ən asan üsullara baxacağıq. Sürtünmə misalı 0.2 olan yolda kütləsi 4 kq olan cisim F qüvvəsinin təsiri ilə hərəkət edir. Hərəkətin sürət zaman qrafikinə əsasən F artı qüvvəsinin neçə newton olduğunu tapın. Deməli, hərəkətin yeyinləşən olduğunu görürük. Yəni, MA bərabərdir F artı minus F sürtünmə. Bizə də F artı lazımdır. F artı bərabərdir MA plus F sürtünmə. Deməli, təcil bizim buradan düsturdan görürük bizə təcil lazımdır. A bərabərdir V minus V0 bölək T 8 bölək 2 4 metr böl saniyə kvadratı. Bizə sürtünmə qüvvəsi lazımdır. F sürtünmə bərabərdir mü mc mü 0,2 vuraq m4 kiloqram vuraq 10. Bu da deməli 8 newton. F artı bərabərdir MA 16 minus plus deməli 8 newton. Bu da 24 newton. Deməli bizim də artı qüvvəmiz 24 newton. 2. Düz xətli bərabər sürətlə hərəkət edən cismin yer dəyişməsinin zaman arasında qrafiki verilmişdir. Bu cismin 1 saniyədə getdiyi yolu hesablayın. Düz xətli bərabər sürətli hərəkətdə hər saniyədə gedilən yollar bərabərdir və V metr saniyə ilə hesablasaq, hər saniyədə gedilən yolu tapmış olacağıq. Məsələn, 4 bölü 2. 2 metr böl saniyə. Deməli, hər saniyədə 2 metr yol qət edilir. 3 eyni kütləli daş A nöqtəsindən atılır və şəkildəki kimi yerə düşür. Ağırlıq qüvvəsinə qarşı görülən işlərin ədədi qiymətləri arasında hansı münasibət doğrudur? Hündürlüklər eyni olduğuna görə trayektoriyanın formasına asla olmayaraq ağırlıq qüvvəsinə qarşı görülən işlər bərabər olur. Çünki mc delta h-la müəyyən olunur və potensial enerjinin dəyişməsinin əks qiyməti ilə. PV koordinatlarında verilmiş kütlə ideal qazın halının dəyişmə qrafikləri göstərilmişdir. Qazın gördüyü işi hesablayın. Qazın gördüyü iş bu trayektoriya hərəkət edir. Fiqurun içində qalan sahəni hesablaya bilərik. A bərabərdir S fiqur. Bu da bərabərdir. Deməli, bu hissəsi 4-dən 8-ə 4. Düz bucaqmış bucaqdır. 16 bölək 2, 8 joule. Nöqtəvi küy yükünün 1 və 2 nöqtələrini yaratdığı sayı intensivlərin qiymətləri arasında münasibətləri müəyyən edin. Deməli, birinci hissə üçün hesablasaq, birinci nöqtə üçün Y1 bərabərdir K Q bölək R kvadratı. Bu bərabərdir Y desək buna. Y2 nöqtəsi üçün hesablasaq, K Q bölək 3R və R. Ümumi məsafəmiz 4R. 16R kvadrat. Bu da Y bölək 16 deyə bilir. Onda Y1, Y2-dən 16 dəfə böyükdür. Y1 bərabərdir 16 Y2. Tərəf-tərəfə bölüb hesablaya bilərsiniz. Daha sürətli formada. Deməli, 6. 4M kütləli cisim 6M kütləli cisimə göstərir təsir qüvvəsini hesablayın. 4M-in 6M dediyinə görə biz bunu müstəvi səthi qəbul edəcəyik. Yəni 6M kütləni nəzərə almayacaq. Bunun üzərində olan kütlənin yaratdığı təzyiq qüvvəsi və ya çəkin misal üçün hesablasaq P F təzyiqə bərabərdir. Bu da mc 4, 2 və 1M 7mc D variantı. 7. Şəkildə verilənlərə əsasən dövrədən keçən cəryan şiddətinin neçə amper olduğunu təyin edin. Biz tam dövrə üçün ohm qanununu yazsaq, I bərabərdir epsilon bölək R plus R. Daxili müqavimət. Epsilon elektrik hərəkət qüvvələri batareyalar sistemi bu formada birləşdiriləndə toplasaq, epsilon bərabərdir yekun epsilon 1 üstəgələ epsilon 2. Burada qoşulma düz forma, müsbət, yəni toplanır. 16, 12, 28 volt. Daxili müqavimətlər isə yenə ardıcıl birləşib. 4 ohm, 2 ohm ardıcıl birləşib toplanır. R1 plus R2, 6 ohm. Böyük və yaxud da ki, xarici müqavimətimiz, dövrədəki xarici müqavimətimiz 6 ohm, 6 ohm bir-birinə paraleldir. 3 ohm eyni birləşdiyinə görə 2-yə bölürük və 5 ohma da bu 3 ohm
Deməli, ardıcıl birləşib toplanır 8, 10. Və bizim düsturumuzda nə yazsaq? 28 bölək 6 plus 8. Burada səhv anlamayın. 8 plus 6. Fərq eləməsində. 28 bölək 14. 2 amper olur. Yəni, dövrədən axan cəryanımız 2 amperə bərabərdir. Kondensator mənbəyinə birləşdirilmiş. Kondensator mənbəyə birləşdiyi zaman yükü Q-dür. Köynəklər arasındakı dielektrik nüfuzluğu 3 olan dielektriki çıxartdıqda kondensator tutumu necə dəyişir? Kondensator tutumu yükdən asılı deyil. S bərabərdir. Epsilon 0 S bölək D. Yəni, həndəsə ölçülərdən var arasında dielektrikdir. Dielektrikin qiyməti 3 və çıxartdıqda 3 dəfə azalır. 9. Elektronların metalı tərk etməsi üçün elektronun kinetik enerjisi ilə çıxış arasında hansı əlaqə olmalıdır? Kinetik enerji bərabər və ya böyük qiymətlərdə. Kinetik A çıxışdan böyük bərabər. 10. A nöqtəsində birinci naqil 40 milli Tesla, ikinci naqil 20 milli Tesla induksiyalı maqnit sahəsi yaradır. Həmin nöqtədə yekun maqnit induksiya vektorunun qiymətini və istiqamətini tapın. Deməli, birinci naqilin yaratdığı burğu qaydası ilə müəyyən etsək və ya sahil qaydası ilə yuxarıda x, aşağıda nöqtələr. Bizdən şəkilə yuxarıda, şəkildən bizə aşağıdayıq. Deməli, iki naqilin yaratdığı isə yenə burğun qaydası ilə geçsək, yuxarıda x-lər, aşağıda nöqtələr. Deməli, nöqtələr şəkildən bizə 40 milli Tesla, bizdən şəkilə 20 milli Tesla. Deməli, 40 milli Tesla'dan 20 milli Tesla'nsa bizdən, şəkildən bizə daha böyük qiymətdir. D variantı olar. Bunu belə təsəvvür edin. Şəkildən bizə 40 milli Tesla, bizdən şəkilə 20 milli Tesla və 40 milli Tesla'dan 20 milli Tesla şəkildən bizə olur. Cəryanlı sarğacın maqnit sahəsinin enerjisi hansı ifadədə təyin olur? Maqnit sahəsinin enerji düsturları L kvadrat bölək 2, F kvadrat bölək L, Pi bölək 2. 12. Maddi nöqtənin, deməli burada 1, 2, 3 hər biri. Maddi nöqtənin verilmiş radiuslu çevrə üzrə hərəkətində xətti sürətin bucaq sürətinin asılı qrafiki hansıdır? Deməli, V bərabərdir xətti sürət 2pi r bölək t, 2pi bölək t omeqanı verir, omega r. Deməli, xətti sürətlə bucaq sürət düz asılı olur verilmiş radiuslu. Deməli, mayedə tarazlıqda olan kürələrdən ikinci kürəyə təsirin ağırlıq qüvvəsi 60 Newton. İpdə yaranan gərilmə qüvvəsinin bu formada qəbul edilir. T yuxarı, yəni əslində bu qeyri-düzgün olsa da biz belə qəbul edirik ki, yuxarı formada yönəlib. Deməli, 20 Newton. Deməli, burada yaranan yuxarı yönəlmiş kürəyə təsir göstərən Arximet qüvvəsi də 20 Newtondur. Deməli, bu 40 Newtondur T, bu 20 Newtondur. Yekun cəmlər aşağı 60, yuxarı 60. V həcmliyə 20 Newton F Arximet təsir göstərəcək. 3V-yə 60 Newtondan 3 dəfə artıq göstərməlidir. Burada T aşağı 20 Newton olarsa, bizim tarazlıq şərtimizə görə aşağı təsir göstərən ağırlıq qüvvəsi də 40 Newton olar. Cavab A variantı. Deməli, Pascal vur metr bölü kiloqram kök altında ifadəsi hansı fizik cəmiyyətin vahidinə uyğundur? Deməli, Pascalı birinci sadə formada açaq, yəni tam birbaşa açmayaq. Newton bölək metr kvadrat. Bu həmişə bizim ixtisarlarımızda sadələşməyə gətirib çıxardır. Metr kubu bölək kiloqram. Metr kubu deməli qaldı yuxarıda. Newton vur metr bölək kiloqram. Yəni jol bölək kiloqram. Buradan da deməli kiloqram vur metr kvadratı bölək saniyə kvadratı bölək kiloqram. Kiloqramlar geçsin. Metr kök altında metr kvadratı bölək saniyə kvadratı. Kökdən azad edərsək metr bölək saniyə qalır. Bizə bu sürətin vahidini verir. Aşağıdakı qrafiklərdən hansı və ya hansıları izotermik prosesə uyğundur? İzotermik prosesdə T konstant verilmiş kütləli sözdür olmalıdır. İndi burada bizə o önəmli deyil. Deməli,
T artır olmaz. İzotermik genişlənmə olar. İzoxor qızma olmaz və izotermik, yenə izoterm əyrisindən 2, 4. E variantı. Sabit temperaturda verilmiş kütlədə doymuş su buxarının həcmini üst dəfə artırdıqda konsentrasiyası necə dəyişir? Doymuş su buxarının konsentrasiyası, təzyiqi, sıxlığı yalnız temperaturdan asılıdır, həcmdən asılı deyil. Həcmini üç dəfə artırdıqda dəyişməz. Verilmiş materialın Young modulunun mexaniki cərcdən asılı qrafiki hansıdır? Young modulunun qiyməti mexaniki cərcdən asılı deyil, sabitdir. Cisim və materialın növündən asılıdır. Cisim A və J təcili ilə aşağı-aşağıya doğru, A bərabərli J təcili ilə aşağı-aşağıya doğru buraxıldığı zaman hansı fiziki cəmiyyət sıfıra bərabər olar? Məlum məsələdir, sərbəst düşmədir. Sərbəst düşmə zamanı cismin çəkisi sıfıra bərabər olur. Ağırlıq qüvvəsi yenə mg qaydasıyla hesablanır. Hansı qurğunun iş prinsipi amper qanununa əsaslanır? Amper qüvvəsi deməli maqnit sahəsində cəryanlı naqilə və ya cəryanlı çərçivəyə döndərici təsir göstərməsidir. Ampermetr, deməli voltmetr, elektrik mühərriklərinin içərisində deməli sarğılar var. Bunlar kiçik konturlardır və bu konturlara maqnit sahəsi tərəfindən göstərilən döndərici təsir nəticəsində cəryan qiyməti nə qədər çox olarsa, bu əqrəbi bir o qədər çox döndərir və biz cəmiyyətin qiymətini hesablamış oluruq. Ona görə 1, 4 və 5. 20. Şəkildə riyazi rəqqasın məcburi rəqslər üçün rezonans əyriləri göstərilmişdir. Hansı halda mühitdəki müqavimət qüvvəsi ən kiçikdir? Mühitin müqaviməti göstərilən bu xarici təsirə qarşı bir əks təsir göstərir. Yəni, mühitin müqaviməti nə qədər çox olsa, mühitin amplitudu, mühitdə rəqsin amplitudu bir o qədər deməli az olar. Amma mühitdəki müqavimət nə qədər azdırsa, xarici təsir bir o qədər üstə gələcək və nəhayət amplitud kəskin artacaq. Ona görə müqavimətin az olduğu nöqtədə amplitud daha çox olur. Bir nöqtəsi E variantı. Deməli 21. 2M kütləli yük tərpənməz blok vasitəsilə şəkildə kimi tarazlıqdadır. M kütləsinin neçə kiloqram olduğunu hesablayın. Bu formada olduqda uşaqlar, yəni heç bir tərəddüd etmədən bucağı nəzərə almırıq. Burada görürsünüz ki, qüvvələrin qolları bərabərdir. Yəni, hər tərəfdən radiusa R-ə bərabərdir. Ona görə 2M vur R 400 Newton vur R qaydasına görə, yəni baxı bilirsiniz ki, blok link tipli sadə mexanizmdir. Tərpənməz blokda qüvvədə qazanc vermir. Yəni, burada da mg F-ə bərabərdir. İndi bizdə F bərabər 2mg. Yəni, bucağın heç bir önəmi olmayacaq. Sonra buradan da M bərabərdir. Deməli, F bölək 2G. F400 bölək 20. Bu da bərabər 20 kiloqram. C variantı. İmpulsun kütlədən asılılıq diaqramında hansı nöqtəyə sürətin ən kiçik qiyməti uyğundur? P bərabərdir MV, V bərabərdir P bölək M. Deməli, P-ni ən kiçik dediyinə görə impulsun ən kiçik qiyməti, kütlə ilə tərs götürdüyümüzə görə kütlənin ən böyük qiyməti 4 nöqtəsinə düşür. Kütlənin ən böyük qiymətindən xətt çəkirik, impulsun ən kiçik qiymətindən və 4 nöqtəsində kəsişir. Şəkildə konturda yaranan induksiya elektrik hərəkət qüvvəsinin moduluna zamana asılı qrafik verilmişdir. Konturdan keçən maqnit selinin moduluna zamana asılı qrafiki hansıdır? Deməli, epsilon induksiya elektrik hərəkət qüvvəsi mənfi delta P bölək delta T. Buradan epsilon I bərabərdir, mənfi P-nin T-yə görə törəməsi. Deməli, hansı funksiyanın törəməsi düz xətti verir bu formada, düz asıllığı verir? Məlum məsələ kvadrat. Yəni, x kvadratından törəmə alsaq, bizə 2x verir, yəni kx funksiyasını verəcək. Deməli, bizim kvadrat funksiyamız C variantı. Bu, əslində, bu formada deyirəm, yəni daha asan həll etmək üçün şərt olaraq dediyim çox da düzgün deyil. Amma yadda saxlayın, bizə sürətli işləmək lazımdır. 2 koherent mənbədən ekranın verilmiş nöqtəsinə gələn rəqslərin amplitudu uyğun olaraq A1 2 amper, A2 6A amper nə idi?
A2 bərabərdir 6A olan 2 dalğanın fazalar fərqi 2pi'dir. Bu nöqtədə rəqsin yekun amplitudunu hesablayın. 2pi tam dalğanı verir. Bizə bunlar toplanır, gücləndirir bir-birinin yekununda. A1 üstəgələk A2 8A. Aktiv müqavimət qoşulmuş dəyişən cəryan dövrəsində cəryanın amplitudunun qiymətini 3 dəfə azaltdıqda aktiv müqavimət cəryan şiddətinə asılı deyil, ona görə sabitdir, dəyişməz. C deməli 1 ancaq C 2 deməli gərginliyin təsir edici qiyməti. Gərginliyin təsir edici qiyməti U bərabərdir. Deməli IR bizdə deməli amplitud qiymətindən də bölək kökəltdək ki, yenə də düz asılıdır. Yəni gərginlik təsiri qiyməti də 3 dəfə azalır. 2A ayrılan istilik Q bərabərdir. Deməli IM kvadratı RT bölək 2 maksimalda kökəltdə 2 kvadrat üstəlik 9 dəfə azalar. Deməli CAE. Bu nüvənin alfa çevirməsi zamanı nüvənin kütlələrini hesablayın. Hər hansı bir elementin alfa çevirməsi zamanı helium 2-4 deməli izotopu çıxır və ya zərrəciyi çıxır. 86 219 X elementi yaranır plus helium 2-4. Deməli yük ədədindən 2 vahid 84 kütlə ədədindən 4 vahid 215. Bizə də kütlə ədədini hesablayın 215. Cismin müstəvi güzgüdə alınan xəyal üçün aşağıdakı ifadələrdən hansıları doğrudur? Müstəvi güzgüdə xəyal A, E özü boyda düzünə ancaq mövhümü. İndi bizdə var. Xəyal düzünə alınır, özü boyda mövhümü 2 və 3. Deməli, nəzərinizə çatdıraq ki, fizika sınaqları toplusu 2024-də həm situasiya tipli 4-cü qrupları nəzərə alınıb, həm də ətraflı 1-ci qruplar üçün testlər var. Deməli, çıxış 2,5 elektron volt olan metalın üzərinə 5,7 elektron volt enerji ilə fotonlar düşür. Deməli, fotoeffekt hadisəsi baş verirmi? Bəli. 5,7 elektron volt düşür. 2,5 elektron voltsa çıxışı əlbəttə ki, baş verir. Bəli. Katoddan, yəni burada A çıxış bərabərdir. Deməli, düsturumuzu ümumi yazaq. Einstein düsturu. H növ bərabərdir. A çıxış plus Y kinetik. Deməli, burada da A çıxış Y kinetik böyükdür bərabərdir. A çıxış oldu da fotoeffekt hadisəsi baş verir. Katoddan qopan elektronların maksimal kinetik enerjisi neçə elektron voltdur? Deməli, YK bərabərdir. H növ minus A çıxış. Bu da bərabərdir. 5,7 minus 2,5 3,2 3,2 elektron volt. Fotoeffektin qırmızı sərhədinə uyğun düşən işığın dalğa uzunluğunu deməli A çıxış bərabərdir. Qırmızı sərhəd A çıxışa görə müəyyən olunur. H növ minimum o da bərabərdir. HC böl lambda maksimum. Lambda maksimum bərabərdir. HC bölək A çıxış. O da bərabərdir. Deməli, H-ımızın qiyməti 6 vur 10 üstü mənfi 34. 6 vur 10 üstü mənfi 34. Vuraq. 3 vur 10 üstü 8. A çıxışımız deməli 2,5 elektron voltdur. Biz bunu 2,5 vuraq. 1,6 vur 10 üstü mənfi 19 joula çevirəcək. Bu da deməli 4 vur 10 üstü mənfi 19. O da bərabərdir. 18 bölək 4. 4,5 vur 10 üstü mənfi 7. Belə.
Bununla da bizim sınaq 2-nin də izahı yekunlaşdı. Qısa, ən sürətli formada izah elədik.